Ailədə düzgün tərbiyə alan oğlan heç vaxt ağlından keçməz, küçədən keçən qıza baxsın, söz atsın. O ağlından keçməz, bilirsiniz. Mən yenə deyirəm, əxlaq nəsihəti eləmirəm, mexanizmini təqdim eləyəcək. Fəsad gəncləri azdırmaması üçün gəncin elə qlobal dünyada çətindir o gənci qorumaq o fəsaddan. Fəsaddan ailə qoruya bilər. Necə? Ona düzgün güc, qüdrət verməklə. Ailədən mənəvi, psixoloji baxımdan az adam çıxmamalıdır. Heç kəsdən məhəbbət dilənməməlidir. Dostlar bir-birindən düşmən olur. Sən mənə diqqət eləmədin. Mənim statusuma layiq eləmədin. Cəmaatın dərdinə bax. Cəmaatın dərdinə, sərinə bax. Niyə? Diqqət görməyib, onu da özünə diqqət bilir. Mən sənə layiq elədim, sən mənə. Cavan adamların davasıdır bu, küsməyi, inciməyi bir-birindən. Ailə oynan insanı təmin eləsə, gözü onun bunun diqqətində olmaz. Ruhu, bilirsiniz, necə deyim sizə, hansı sözlə? Qəni olar, zəngin olar. Ruhu baxımdan ehtiyacsız olar. Bir çox problemlər həll olunar cəmiyyətdə. Yoxsa ki, ac çıxır, ailə heç nə verməyib, ac. Ruhu baxımdan acdır. Çıxır, hamı tora salır, hər bir həvəsin adını da eşq qoyur. Adlar da üstündədir. Eşq, məhəbbət, qardaşlıq, dostluq danışır. Hamısının baxıcı xəstəliyin adını, keçici həvəsin adını, müqəddəs eşqin adını gətirir onun üzərinə.